Hörmətli izləyicilər, əgər siz də pensiyaların artmasını və pensiya yaşının azaldılmasını istəyirsinizsə, videonu bəyənib paylaşaraq dəstək ola bilərsiniz. Uşaq pulunun verilməsi əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsinə və istehlakın artmasına səbəb olacaq. Xəbərə Doğru'nun xəbərinə görə bunu ekspert Vahid Məhərrəmli deyib. Vahid Məhərrəmli bildirib ki, bu da öz növbəsində real sektorun inkişafına ciddi təkan verəcək. Yeni iş yerləri yaranacaq. Azərbaycan iqtisadiyyatı böyüyəcək. Udan həmin iqtisadiyyatımız həm də Azərbaycan xalqı olacaq deyə sözlərinə əlavə edib. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasında olan şəxslər dövlət ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrini və Azərbaycan Milli Elmlər Akademiyasını bitirdikdən sonra